Hörmətli tamaşaçılar, Respublika Çempionatı U9 liqasında Rofun və Mübariz komandalarının oyununu izlərsiniz. Oyunda ikinci hissədir. İkinci hissədə ilk hücum Rofun komandasından gəldi. Bu hücumu izləyək, ondan sonra heyətlərlə sizə tanış edəcəyik. Beləliklə, Rofun və Mübariz komandalarının qarşılaşmasında ikinci hissəni izlərsiniz. Birinci hissə 7-0 hesabı ilə Rofun komandasının xeyrinədir. Mübariz komandasının heyəti 8 Cəfər, 18 Cəsur, 17 Ərşad, 9 İlyas, 7 Mehdi Hüseyin, 3 Əkbər, 5 Kamil, qapını isə Rəhman qoruyur. Rofun komandasının ikinci hissəsində start heyətdə 66 Abbas, 55 Fatih, 99 Tamerlan, 33 Ağabala, 10 Riyad, qapını isə bir nömrə oyunçu Rəsul qoruyur. Rofun komandasının ikinci hissədə növbəti hücumu izləmiş olduq. Abbas burada topu düzgün qəbul edə bilmədi. Tamerlan ötürmə, Ağabala və gol! Sekiz 0. Mübariz komandasının bugün oyunu alınmır deyə bilərik. Riyad topu qarşılayır. Hakim 50 oyun qeydə alır. Cərmə zərbəsi Mübariz komandası yenilir. Fatih topu qarşılayır. Tamerlan, Abbas, Ağabala ötürmə, Ağabala gedişdi burada Ağabala zərbəni vurmağa. Out, dərhal yönetilir. Riyad qapıya zərbə, top qapının yanından keçir. Riyad, Fatih, Tamerlan, top bitirir burada Tamerlan. Riyad, Tamerlan, Ağabala, Tamerlan zərbə çox yumuşaq oldu burada. Ağabala topu əl keçirir. Qapıya zərbə, top qapının üstündən keçir. İkinci hissədə 4-cü dəqiqəyə üçünləşmək üzrədir. Bu arada Mübariz komandasında 8 oyuncu mübariz aparır. Rofun komandasında bu arada Mübariz komandası yok. Top qeydə alınmır. Bəli, top gol qeydə alınır. Mübariz komandası hesabda bir xal fərq azaldırlar. 8-1. AFA'nın yeni qərarına əsasən U8, U9, U10, 11, 12 liqalarında komanda böyük hesablı
xalla uduzarsa o zaman uduzan komanda əlavə oyuncular oyuna buraxa bilər. Hər 3 xal fərqinə görə bir oyuncu. Mübariz komandasının hal-hazırda 8 plus 7 plus 1'dir. Rovum komandası isə 5 plus 1 mübarizə aparır. Rovum komandasında yenidən oyuncu dəyişikliyi olur. Həsən və Arda oyuna daxil olurlar. Həsən burada out. Mübariz komandası dərhal yerini yetirir. Güzel zərbə. Abbas qapıya zərbə, top qapının üstündən keçir. Arda top ələ keçirir. Arda ötürmə versəydi burada Abbas'a hesab arasında fərq biraz da arta bilərdi. Riyad topa müdaxil edir. Out Mübariz komandasının. Fatih. Arda'nın ötürməsi keçmir. Həsən top ələ keçirir. Həsən bugün oyunda dubl edib. Birinci hissədə 2 gol vurub. Həsən topa müdaxil edir Arda. Top çıxmıyor. Həsən. Riyad. Out Mübarizin. Abbas. Top Abbas'tan çıxır. Həsənlə top geçmir. Altı yenidən yerinə yetiriləcək Mübariz komandasında. Abbas burada çobul oynadı rəqibə qarşı. 5 nömrəli oyuncu Kamil itələdi və hakim cərmə zərbəsini edir. Cərmə zərbəsini Cəsur yönetiləcək. Qapıya doğru Fatih! Qapıya gedən topu başı ilə çıxardır. Bu Rovum komandasının keçirdiyi oyunlarda ilk təcrübədir ki, böyük hesabla qələbə qazandığı vaxt rəqibin 2 oyuncularına daxil olub. Arda ikinci dəfədir, ikinci hissədə Real ötürmə versəydi hesab daha da böyüyə bilərdi. Arda top Arda'ya çatmır. Ötürmə. Mübariz komandası. Burada isə Fatih yenə əl oynuyor. Təhlükənin qarşısını alır. Out. Mübariz komandası yerini yetirir. Həsən top istiqamətini dəyişir. Burada isə Arda'dan top çıxır. Gücdən zərbə yerinə yetiriləcək.
Həsən isə burada top elə keçirir. Həsənlə Abbas ötürmə. Abbas Arda ötürmə. Arda. Riyad Həsən. Həsən top uğrunda mübarizəsində qalib ayrılır. Abbasdan Arda ötürmə. Abbas. Arda qapıya zərbə və gol. Arda. Bax bunu istəyirdi Arda səhərdəndən. Dokuz bir. Həsən top ələ keçirir. Həsən, Arda, Riyad. Riyad burada yaxşı oynuyor. Dərhal Riyad. Abbas'la oynuyor. Abbas, Riyad. Alt mübarizin. Fatih cüssəsiyle rəqibi qarşısını alır. Arda. Həsən topa çatır. Həsən burada ayağı müdürür Həsənin. Həsən bugünkü oyunun ən yaxşılarındandır. Riyad. Riyad. Güzel zərbə. Mübariz komandasında 17 nömrəli oyuncu Erşad'ın irələməyinin qarşısını Abbas alır və bu arada hakim qərarına əsasən burada cərimə zərbəsi təyin edib Ruhum komandasının qapısına doğru. Bu arada Ruhum komandasında oyuncu dəyişikliyi olub. 17 nömrəli oyuncu Uğur, 6 Məhəmməd, 4 Fuat oyuna daxil olub Ruhum komandasında. Hesab isə 9-1'dir. Məhəmməd, Arda topu qəbul edə bilmir. Alt mübarizin. Arda. Həsən top ələ keçirir. Həsən qapıya zərbə. Qaydan top yenə Rəhman. Mübariz komandasında qapıda çox yaxşı dayanır. Uğur yenə də Həsənin ayağına top oturmur. Fuat, Həsən, Uğur, Arda ötürmə, Arda qapıya zərbə, top qapının yanından keçir. Uğur, Həsən, out mübariz komandasını. Burada Həsən
Gələn topun qarşısını alır. Rəsul Məhəmmədlə oynayır. Tuncay. Uğur. Uğurdan ötürmə. Nihat. Ruhum komandasında Tuncay və Nihat oyuna daxil olub. Bir də xatırladaq ki, hesab 9-1 Ruhum komandasının xeyrinədir. Böyük hesablı məğlubiyyətə görə yeni qaydalara əsasən uduzan komanda əlavə oyuncular oyuna daxil edə bilər. Belə də olur bu oyunda. Belə ki, Ruhum komandası 5+1, Mübariz komandası isə 7+1 oynayır. AFFA'nın bu qərarı ona görə hesablanıb ki, komandalar arasında böyük hesab fərqi olmasın. Böyük hesablı məğlubiyyətlər uşaqların motivasiyasını aşağı sala bilər. Bu arada Ruhum komandası 6'yı itirdi. Mübariz komandası qapısı Rəhman sərbəst zərbəli topuna daxil edir. Fuad rəqibə qarşı burada yox. Hakimin fikrincə kobudluq yox idi. Fuad sərt oynamışdı Fuad burada. Oyunun 18-ci dəqiqəsi gedir. Rəsul sərbəst zərbəyə topu oyuna daxil edir. Fuad. Uğur. Uğur. Məhəmməd topu qarşılayır. Və Məhəmməd topun oyundan çıxmasına şərait yaradır. Rəsul irəliyə doğru top atır. Tuncay. Tuncaydan ötürmə Nihat'a. Nihat satacaqmı? Burada top oyunu tərk edir. Sərbəst zərbə ilə Mübariz komandasının qapısı Rəhman top oyunu daxil edir. Uğur topu qarşılayır. Gələn top Uğurdadır. Hakim oyunu saxlayır. 50 oyun. İrəliyə doğru ötürmə. Məhəmməd. Rəsul. Yaxşı oynayır burada. Ruhum komandasının müdafiə xətti çox yaxşı oynayır burada. Sonuncu topa müdaxilə Məhəmməddən olur. Küncdən zərbə yerinə yetirəcək Mübariz komandası. Qapıya doğru ötürmə. Zərbə var mı? Yox. Top oyunu tərk edir. Məhəmməd irəliyə atıb topu Tuncay'a. Tuncay. Nihat və gol! 11 olur hesab. Ruhum komandası çempionat ərzində ikinci böyük hesablı qələbəsidir. Səhv etmirəmsə Süb komandasını 12-3 hesabı ilə qələbə qazanmışdı. Böyük hesablı qələbə. Nihat burada ikinci qolunu vurmaq istəyirdi. Fuad. Bravo Fuad. Out Mübariz komandasının hakim qərarını belədir. Məncə doğru qərar idi. Top Fuaddan dəyərək onu tərk etmişdi. Qapıya doğru zərbə. Burada isə Uğur topu çıxarır. Küncdən zərbə. Burada yerdə qalan oyuncu var.
Mübariz komandasında 18 nömrəli oyunçu Cəsur yerdə qalmışdı. Hər şey yaxşıdır. Hər şey qaydasındadır. Bu arada ikinci hissənin əsas vaxtı bitib. Yəqin ki, hakim birinci saniyəyə oyunu dayandıracaq. Bu isə Mübariz komandasının çox böyük ehtimal sonuncu şansıdır. Bəli, belə də olur. Robun komandası Mübariz komandasının üzərində böyük hesablı qələbə qazanır. Növbəti oyunda hər iki komandaya uğurlar arzu edirik. Ümid edirik ki, həm Mübariz, həm də Robun komandası növbəti oyunlarda çox yaxşı təsir bağışlayacaqlar.